Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bağlamaları açmadan öncə sizdən bir məsləhət almaq istəyirəm. Bildiyiniz kimi səhifəmi Türkiyədən idarə edirəm. Ona görə bəzi təkliflər aldım ki, türk dilində içəriklər ürədim. Əgər siz də bu fikirlə razısınızsa, səhifədə bundan sonra türk dilində videolar çəkmək istəyirəm. Zəhmət olmasa fikirlərinizi, təkliflərinizi, iradlarınızı şərh bölməsində mənə yazın. Səhifəmə abunə olun, mənə dəstək olmağı unutmayın. Təşəkkür edirəm. Bağlamalarımı ilk öncə EMSA-nın qaşıq bıçaq dəsti ilə başlayıram. 6 nəfərlikdir. Həqiqətən verilən pulu sonuna qədər haqq edir. Çox incə, zərif, çox bəyəndim. Çox keyfiyyətlidir və qulp hissələrinin belə incə, zərif bitən qaşıqları, vilkaları çox bəyənirəm. Daha sonra Edora Home'un çörək qablarını göstərmək istəyirəm sizə. Deyəcəksiniz ki, mən keçən həftə çörək qabı almışdım həmin firmadan. O çörək qabının kənarları qızıl rəngdə olduğuna görə detallar və bu hissəsini də göstərirəm hal-hazırda sizə. Defekti vardı, tikişi tam bitməmişdi oranın. Ona görə onu qaytarmaq məcburiyyətində qaldım. Ancaq mən qara süfrə almağı düşünürəm. Fikirləşirəm ki, detallarda qara rəngdə eləsəm daha yaxşı olar və o qızıl rəngdə olduğuna görə mənim qaşıq dəstim gümüşü rəngdə oldu. Az öncə göstərdiyim kimi. Ona görə qara rəngi tərcih etməyi düşünürəm. Bu çörək qablarının hansını siz məsləhət görürsünüzsə onu götürmək istəyirəm. Belə yaxından sizə göstərdim. Fikirlərinizi mənə zəhmət olmasa şərh bölməsində bildirin. Bu isə boşqab dəstidir. Bu boşqab dəstini əməlli başlı uzun müddətli gözləyirəm. Çox həyəcanla açıram. Bağlamalar çox səliqəli, çox keyfiyyətli şəkildə bağlamışlar. Heç bir çat, qırıq, belə bir şeylər baş vermədi. Boşqablar çox incə, zərif, istədiyim kimi gəldi. Marka IKEA markasının indi boşqablar. Keyfiyyətindən çox razı qaldım. Görünüşünü də çox bəyəndim. Sadə tərcih etdim. Belə yaxından da sizə göstərirəm. Əgər bəyənirsinizsə şərhlərdə yazmağı unutmayın. 6 nəfərlikdir. 24 ədəddir. Belə, bu isə şirniyyat dəstidir. Bu da 6 nəfərlidir. Bunun keçən dəfə 12 santimetrliyini almışdım, diametri 12 santimetr olana çox xırda gəlmişdi, nəlbəkiyə oxşuyurdu. Ancaq bunlar 16 santimetrdir. Bu desəndən bunların böyük bult şəklində olan, şirniyyatçı olanlar da var. Məndə onlardan artıq olduğuna görə bu desəni tərcih eləmişdim və santimetrinə görə çox incə görsənir, səliqəli görsənir. Bu boşqabları çox bəyəndim. Ancaq bunları seçəndə çətinlik çəkdim. Başqa diametri 16 santimetr olan başqa şirniyyat qabları almışam. Müqayisə eləyəcəm, hansını daha çox bəyənirəmsə onu saxlayacağam. Siz də mənə şəhərlərdə hansını daha çox bəyəndiyinizi yazın mütləq. Bu isə digər desert qabıdır, şirniyyat qabı. Eyni ilə bunun da diametri 16 santimetrdir. Bağlaması çox super şəkildə gəlmişdi. Yaxından göstərəm, naxışlarına baxın, fərqini göstərirəm sizə burada. Əslində hər ikisinin ölçüsü eynidir. Sadəcə naxışlarına görə və boşqabların qalınlıqlarına görə diametri biraz fərqli görsənir. Digər qab daha iri görsənir, sağ əlimdə olan isə daha incə görsənir. Ancaq sol əlimdə olan boşqabların da naxışları çox incədir. Hər ikisi çox keyfiyyətlidir. Siz də zəhmət olmasa mənə şərhlərdə yazın, hansını daha çox bəyəndiniz, hansını tərcih edin. Belə, stolun üstündə görünüşünü sizə göstərməyə çalışdım. Daha sonra qarşıdan aldığım kəpki çömçə dəstindən davam edirəm. Bu da eyni ilə gümüş rəngini tərcih etdim. Keyfiyyəti yaxşıdır, pis deyil. Şəkildə göründüyü kimi gəldi. Qırmızı rəngli retdən bağlamışdılar. Bu mənə biraz humoristik gəldi. Burayı yığaraq sizə göstərməyə çalışıram. Əslində biraz kiçik belə çiziklər var idi və axırda göstərəcəmsə çömçənin bir kənarında balaca bir ləkəsi vardı. Düşündüm ki, yumaqla, silməklə gedər, amma getmədi. Bu mənim üçün problem də deyil. Əslində elə bir problem də deyil. Yəni mətbəxdə istifadə edəcəm. Çox uyğun qiymətə aldım. Dəmir tərcih etdim. Bu da əslində hər yerdə bu sağlıqla bağlı plastiklərin çox ziyanlı olduğunu bildirirlər. Ona görə çalışıram ki, dəmir istifadə edeyim qaşıqları. Kəsmə taxtalarında taxtadan yaxud da ki, şüşədən ya da metaldan istifadə etməyinizi məsləhət görürəm sizə. Həmçinin də özüm də belə edirəm. Hal-hazırda kəsmə taxtam taxtadır. Ancaq Trendyoldan səbətə atmışam cam kəsmə taxtaları var. Çox keyfiyyətlidir, çox qəşəng görsənir. İnşallah alanda sizinlə paylaşacağım. Bu isə saxlama qablarıdır. Deməli, kvadrat olanlar 2 litrlidir. İçərisində belə şəkillər də var ki, yəni içini nə ilə doldursan,
un, noxud, şəkər tozu üzərinə yapışdırmağa. Bunu çox bəyəndim. Yəni ki, standart olacaq amma hər birinin üzəri. Fikirləşirəm ki, səliqəli görsənəcək. Belə. Heç bir qoxu falan yoxdur. Çox keyfiyyətlidir. Artıq istifadə edirəm. Digəri isə bu 2 litrlidir. Digəri isə deməli 1 litr 700 qram bəli. İkisini də qara rəngi tərcih etdim. Əslində bunların şəffaf rəngləri də vardı. Ancaq nisbətən belə qara kölgəli olanları daha çox bəyəndim və şkafda daha səliqəli görsənəcək. Çünki mənim mətbəx şkaflarım ağ rəngdədir. Bu qədər. Təşəkkür edirəm. Videonu bəyənirsinizsə bəyənməyi, like qoymağı unutmayın. Səhifəmə abunə olun, paylaşmağı unutmayın. Sağ olun, sevgilə qalın.